hər bir mövzuda, hər bir şeydə qətiyyətli danışaq ki, yəni uşaqlar bizə bu barədə güvənsinlər. Dinləmədən müdaxilə etməmək. Yəni problemi var da, uşaq gəlir, səhv etdi, onu dinləmədən yargılayırıq. Hamımızda var bu şey. Niyə elədin, niyə bunu səhv elədin, etməyi deyir də bunu. Amma dinləmirik, bir dinləyək görək nədir problemi, ondan sonra onun həllini verək. Heç yargılamayaq ki, problemdir də oldu uşaq, yeniyetmədir. Yəni ki, ola bilər həyatda hamımızın səhvimiz var, kim səhv eləmədən gəlib bu yaşa çıxacaq. Ona görə də gəncləri, xüsusilə yeniyetmələri bu mövzuda başa düşməliyik. Avtoritetimizi, hürmətimizi ailədə qoruyub saxlamalıyıq. Bax, biz bu cür niyə tək Azərbaycanlı xanımlar olaraq yaşamışıq da, bizim özümüzün mentalitetimiz var. Ailədə öz hürmətimizi necə qoruyub saxlamalı? Yəni, pərdə deyilən bir şey var da bizdə, ana, ata, evlad arasında olan münasibətlərdə pərdəni saxlamaq. Bax, nə olursa olsun, Rəzxana, o pərdəni qoruyub saxlamalıyıq ki, uşaqlar bizi eşitsinlər. Ölkədən kənarda yaşayırıq. Bizim biraz çətindir onlara hər şeyi göstərməmiz. Çünki onlar başqa mentaliteti də görüb götürür. Biz onları qısıtlı eləməliyik ki, sən bunu eləmə, dostlarına gəzmə, dostlarına gəzmə. Yəni, buradakı yaşadığımız ölkənin adət-ənənələrinə də, mentalitetinə də hörmət edərək, amma özümüzünkünü özününkiləşdirməlidirlər uşaqlarımız. Bunun üçün biz də bir analar olaraq çalışmalıyıq. Negativ şeylərdən həyatda uzaq duraq. Yəni, insanı idarə edən, onun hər zaman biz deyirik, onun şuur altı hissləridir. Bizim düşünürük də, yəni bu gün biz şuur altımızda düşündük ki, bu gün psixologiya məsləhəti adlı bu tədbirə gələcəyik və şuurumuz bizi, hərəkətimiz bizi bu cümlə gətirir. Negativ şeylərdən uzaq durub da, pozitiv şeylərə köklənək həyatda. Bax, bugünkü tədbirimiz ilə bura yığışmağımızın səbəbi məhz bütün bu mövzular üzərində genişlənərək, köklənərək nədən bəhs edəcək? Bakı Dövlət Universitetinin məzunuyam. Yenə də bildiklərim üçün hər zaman deyirəm ki, mən Leyla xanımın sözünə qüvvət, həqiqətən heç nə bilmirəm. Çünki psixologiya o qədər geniş şaxəli bir elmdir ki, yəni bu elmi öyrənmək, bu dərinliyə girmək, girdikcə elə bil ki, bir quyu kimi səni içinə çəkir. Və o əvvəl uşaq olan bir şəxs artıq fikirləşir ki, mən kiməm, nəyə görə bu dünyaya gəlmişəm? Yəqin bununla rastlaşırsınız. Uşaqlarınız tez-tez suallar verir, dini ilə maraqlanmaq istəyir, özü ilə maraqlanmaq istəyir, nəsil nəcabəti ilə maraqlanmaq istəyir. Yəni, özünü tanımaq istəyir, özünü şəxsiyyət kimi formalaşdırmaq istəyir. Və uşaqda 3 hiss hal formalaşır, tənhalıq hissi yaranır, uşaq özünə qapanır, tamamən özgürləşdirir, dost mühiti ona daha cəlb edici gəlir. Bir də uşaq status qazanmaq istəyir, yəni status özünü sübut eləmək istəyir, həm dost mühitində, həm də ailə mühitində ki, mən kiməm, mən özümü necə göstərim, yəqin nəzər yetirsək müəllimələrimiz bunu daha yaxşı bilər, hər sinifdə baxımlıdır. Biri zəngin kimi özünü göstərir, biri bilik səviyyəsini yüksək göstərir. Bunlara tez-tez rast gəlirik. Bu uşaqların status qazanması ilə əlaqədardır. Hər bir uşaq Amma biz övladımıza demirik ki, oğlum, qızım, sən 20 yaşasən institutda. Canın sağ olsun, yenə də o birisi ilə girərsən. Sən bu il gedirsən, sənə də ödənirsən. Bunu biz demirik. Amma bunu demək lazımdır. Biz deməliyik ki, sən oxuduğunu oxumusan, bugünə qədər oxumusan. İki şey var, ya qəbul olursan, ya qəbul olmursan. Qəbul olmazsan dünyanın sonu deyil. Sən qəbul olmadın, sən davam edirsən həyatına. Əgər oxumaq istəyirsən institutda, get yenə də oxu, qəbul ol. Yox, əgər istəmirsən, get sənət seç. Mən universitet keçmiş adamım. Mənim xasiyyətimlə, mənim dünya görüşündən keçmədim ki, həyatı boyu eyni cürə ola bilməz. Həyatı boyu ola bilməz. Onlar həyatında olmalı. Bütün insanlar. İstisnasız olaraq olmalı bir şəxs kimi. Hansı sözləri deyirsən, girməsən, bax belə olar. Ya bir də ailə kultu var, kult simyi. Elə ailələr var ki, orada təhsil, yetmənin elə bir krizisləri ağır keçirsə də, bu bir göstəricidir ki, ailədə hansı problemlər var.
ya hansı danışılmamış konfliktlər var, ya gizli qaydalar var, ya çeviklik yoxdur. Yəni mütləq gibkost должно быть, yəni в семье dəyişilməlidir. Uşaq əvvəl uşaq idi, sonra yeniyetmə devrinə keçəndə qaydalar oturulub danışılmalıdır, dəyişilməlidir. Çünki yeni bir etap başlayır. Yəni ki, harda ki normal şəkildə ailə möhkəmdir, funksionaldırsa da uşağın böhranı biraz nətər deyim, normal keçir. Hardakı problemlər var, yəni deyirəm, bizdə konfliktlər ailə Səhər pozitiv durur. Məsələn, mən falan yerə getmək istəyirəm. Gün ortadan sonra mən getmək istəyirəm. Depressiya düşürdü. Özündə deyil, ağlayıb özünə otağa çıxır otaqdan. Getməyəcəm. Mən qərar verdim ki, tavşa getməyəm. İstəmirəm. Ay baba, niyə? Məcbur elədim. Nə geyim keçimində, nə seçimlərində. İndi o heç münasibətlərimiz önəmlidir. Əlbəttə ki, qız uşaqlarımız var, cəmiyyət içindədir. Məsələn, onlara açıq və aydın şəkildə yumuşaq cümlələrdə nə, gəl qızım, sən bunu niyə geyinirsən? Mənim fikrimcə bunu geyinirsən, məsələn, açıq bir geyinirsən. Bugün hava küləklidir, sən də soyuq ola bilər. Ya mənim fikrimcə sən bunu bugün geyinsən, bəlkə atana xoş gəlməyə bilər. Yəni, bəlkə indi gedəcəyimiz məclisə uyğun deyil bu geyim. Yəni, sən niyə belə edirsən? Yox, mənim fikrimcə, yəni mən belə düşünürəm ki, qızım, gəl, bu günlər bu geyimi yox, sən üçün bu geyimi seçək. Yəni, yumuşaq bir şəkildə əmin olun ki, bütün yeniyetmələr sizə təhsil olacaq. Hətta valideynlər gəlir, suallar verirlər ki, əşi dediyinizi getdim, elədim, axı heç bir nəticə vermədi. Valideynə deyirəm ki, siz mən dediyimi bircə dəfə elədiniz. Siz onu 21 gün, psixologiyada 21 gün deyilər rəqəm var, ardıcılıqla hər gün eləyin, 21 günün sonunda nəticə görməsəniz, onda gəlin mənə deyin ki, nəticə görmədim. Yəni, bir dəfə belə eləyir, bir dəfə fərqli eləyərək uşağın psixologiyasını alt-üst eləyir. O uşaq onsuz nəticə verməyəcək. Ondan sonra valideynə əl qaldıran uşaqlarımız da çoxdur, agresiv olan uşaqlarımız çoxdur. O gedib elə bir hərəkət eləyəcək, o yekə yetkin bir şəxsdir, siz onun qarşısında durmağa gücünüz olmayacaq. Ona görə uşağımızın hər bir xırda elədiyi səhvlərdə o səhvlərlə üzləşməsini, o səhvlərindən nəticə uşağı sizləyir. Ana kimi onu cəmiyyətə lazımlı şəxs kimi bizi qız övladımız böyüdür. Ona görə qız övladımızın nə qədər ağıllı olması, nə qədər təhsilli olması bir o qədər üstünlük təşkil edir. Əvvəllər deyirlər ki, 12 yaşından 15 yaşına başlayırsa, yəni İndi erkən çəkilməyə bağlı olmur. Qoyun elə ataları qız uşağının həyatında bağlı olsun. Onların həyatında elə bir mühit yaratsınlar ki, səhərsi gün o qız qıraqda gördüyü bir yad kişinin ona dediyi bir xoş sözə aldanmasın. Ona dediyi bir xoş nəvazişə aldanmasın. Yəni, bu da ciddi bir faktordur ki, ata o hökmran qızın da həyatında, oğlanın da həyatında mühüm rollardır. Oğlanın həyatında rol modelidir. Yəni, oğlan uşağı atasından nə görür, onu təkrarlamaq istəyir. O, bu şuur altısına verir. Məsələn, elə valideyn var, deyir ki, hərdə görürsən, 10 kəs yaxşı ata deyil, amma uşağı necə ağıllı uşaqdır. Bu hallar da olur. Amma uşağın yəni, həyatında o uşaq da gedib atasında gördüyü hansısa bir mənfi nüansı gedib hadisi göstərəcəkdir. Yəni, məsəl üçün, uşağa nəyi göstərəriksə, onu da görərik. Yəni, nəyi məsləhət verəriksə yox, yəni nəyi nəsiyyət edəriksə yox. Ona qalmış olsa, yəni bütün müəllimələrin uşaqları ən tərbiyəli uşaqlar olar. Çünki müəllimə bütün gün uşaqlara ancaq məsləhət verir, nəsiyyət verir. Ona görə bu dövr, yəni bu dövrü qısa belə konkretləşdirəm, sizdən bu suallarınız ətrafında danışaq. Valideyn uşağı ilə yaxın olmalıdır. Uşağının hər bir problemini hər kəsdən öncə bilməlidir. Hər bir narahatçılığında onu dəstəkləməlidir. Onun arxasındayım, siqnalını ötürməlidir. Mən səninləyəm, sənin yanındayım. Hər bir səhvində onun səhvinin nəticələrini qəti şəkildə ona aydınlaşdırmalıdır. Cəmiyyət nə deyər? Məsələn, bu cəmiyyət nə deyər? Mən uşağım bu getdi kəsildi. Ümumiyyətlə, bugün çox yerlərdə insanların həyatında da bu el qınağı çox şeylərə mane olur.